Azərbaycanda futbol mövsümü başa çatır. İlin ən həyəcan verici qarşılaşmasında Qarabağ və Sabah ölkə kubokunu qazanmaq uğrunda mübarizə aparacaq. Qarabağ 9-cu titulunu qazanmaq, Sabah isə tarixində ilk dəfə kuboka yiyələmək istəyir. Bəs şəhər sakinlərinin bu finaldan gözləntiləri nələrdir? Qarabağ favoritdir, açıq-aşkar favoritdir və elə gözləyirəm ki, Qarabağ rahat şəkildə qələbə qazanacaq. Çünki Qurban Qurbanov nəzərə alsaq ki, son dövrlərdə Barselonaya, Hans Flikin yanına getdi və Qurban Qurbanovun yeni taktikaları üzərində hələ digər Azərbaycanlı mütəxəssislər çox elə işləməli olacaqlar ki, Qurban Qurbanovun yeni taktikasını tam olaraq öyrənə bilsinlər. Əlbəttə ki, Qarabağ komandasını görürəm. Düzdür, Sabah da gözəl komandalarımızdan biridir. Yeni-yeni inkişaf eləyir. İnşallah onların da uğurunu görərik. Amma Qarabağ komandası təcrübəli komandadır. Dəfələrlə Azərbaycan çempion olmuş komandadır. Qarabağ qalib gələcək. Futbolda da o qədər sürprizlər olur ki, bunu demək çətindir. Ancaq mən belə başa düşürəm ki, Qarabağ yəqin ki, rahatçılıqdan olmasa da qalib gələcək. Hamının ümidi Qarabağdır, yeganədir. İnşallah ümid olar ki, hamısı Qarabağın gücünə gəlsin. Mənim fikrimcə yəqin ki, Qarabağ qalib gələr, qalib. Çox mübarizəli oyun olacaq, ancaq mən Qarabağın qələbəsini düşünürəm. Hesab təxminimiz ki, Qarabağın qələbəsinədir. Qarabağ onsuz da Azərbaycan liqasından güclü komandadır. Ona görə də mənim fikrimcə Qarabağ udacaq. Məncə Qarabağ udar 3-1. Birinci Zubir, Leo Andrade, bir də Patrik Andrade vurar məncə. Şəhər sakinlərinin fikirlərindən də göründüyü kimi, Azərbaycan kubokunun final qarşılaşmasına maraq böyükdür. Azərkeşlərin əksəriyyəti isə qalib kimi Qarabağı görürlər və komandanın bu turnirdəki təcrübəsinə güvənirlər. Lakin futbol sevərlər sürprizlərin ola biləcəyini də istisna etmirlər. İndi gözlər Sumqayıtda gerçəkləşəcək böyük oyundadır.